Salam, hörmətli həmvətənpərvərlərim. Bu video Rusiyanın Voronezh şəhərindən sizlərə Azərbaycan Milli Mədəni Muxtariyyəti Şuşa Cəmiyyət tərəfindən təqdim edilir. Gördüyünüz bu ticarət mərkəzi Tvoydom, hamımızın hörmətlə, izzətlə tanıdığımız Rusiya-Azərbaycan əsilli olan oliqarxımız Aras Ağalarovundur. Bu ticarət mərkəzində 500-ə yaxın əməkdaşı olan şəhər miqyasında ən böyük ticarət mərkəzlərindən biridir. Bu ticarət mərkəzində 500 nəfər işçisi olan bir ticarət mərkəzində bir nəfər Əlhamdülillah deyən Azərbaycanlı işləmir. Və bu ticarət mərkəzinə Azərbaycanlılar tərəfindən heç bir meyvə tərəvəz, sənaye malları və digər çörək məmulatları da verilmir. Ümumiyyətlə, heç bir Azərbaycanlı bu ticarət mərkəzi ilə əməkdaşlıq etmir. Hamısı beyrək demiş ki, əhali, bildiyim, bilmədiyim deməyin. Bu ticarət mərkəzinin direktoru neçə illərdir Sarkisyan Vresh Ramzikoviçdir. Bu barədə əlavə məlumatlar da veriləcək. Sağ olun.